L şəkilçisi ilə düzələn isim və sifətlərdə problemimiz varsa, bu video məhz sənin üçündür. Bu sözlərdən hansılar isimdir, hansılar sifətdir? Qaydasını bilmirsənsə, bax, diqqətlə qulaq as, sənə 3 qayda deyəcəm. Üçünü də tətbiq elə, hansı sənə uyğundur, o qaydanı da götür, gedək. Bax, lövhədə görürsün duzlu sözü, yağlı sözü, bir də qanlı sözü. Bunun sifət olduğunu hardan bilirik? L şəkilçisinin əksi nədir? Sız. Apar yerinə sız yaz. Duzlu yemək, duzsuz yemək. Yağlı yemək, yağsız yemək. Qanlı hadisə və ya qanlı köynək, qansız köynək deyə bilərik. Düzdür? Qanlı, qansız. Deməli, sızla əvəz elədik. Birinci qaydamız oldu. Sız üstü 4. İkinci qayda. Sifətin olduğunu tapmaq üçün olan sözünü apar qoy yerinə. Olan. Duzlu yemək, duzu olan yemək. Yağlı yemək, yağı olan yemək. Qanlı köynək, qanı olan köynək. Qan olan köynək. Görürsünüz, sifətdə sız qoydum. İkinci sifətdə olan sözünü apardım, yerinə qoydum. Ən əsas qayda gəlir, yağ kimi bir qayda gəlir. Yağlı, yağsız, qanlı sözlərinin biz sifət olduğunu necə sübut eləyə bilərik? Dərəcələndirərik. Bax, üçüncü qaydamız nə olur? Dərəcə. Dərəcələnmə hansı nitq hissəsinin xüsusiyyətidir? Sifətin. Baxın, daha duzlu yemək, ən duzlu yemək, ən yağlı yemək, olduqca yağlı yemək, daha qanlı, düzdürmü? Ən qanlı. Deməli, sifəti mən dərəcələndirə bilərəm. Aydındır, qəşəngcə. Bir dənə sifətin əvvəlinə çoxaltma dərəcəsini, yəni düzəldəndə nə edirdik? Sintaktik üsulla əvvəlinə ədatlar artırırdıq. Həmin ədatları artır. Keçdik indi digər sözlərə. Məktəbli, Azərbaycanlı, Şamaxılı, Həsənli, Qubalı kimi sözlər. Kəndli kimi sözlər. Məsələn, yazıram kəndli, şəhərli. Baxın, məktəbli, əli. Ən məktəbli əli. Olur, olmur. Deməli, dərəcələnmirsə bu söz isimdir. Azərbaycanlı deyirik ki, Həsən. Daha Azərbaycanlı, ən Azərbaycanlı Həsən demək olmaz. Dərəcələnmir. Deməli, Azərbaycanlı sözü isimdir. Şamaxılı Tofiq. Ən Şamaxılı Tofiq olmaz. Həsənli Vəli. Ən Həsənli Vəli olmaz. Kəndli uşaq, ən kəndli uşaq olmaz. Görürsünüz, dərəcələnmədi bu sözlər. Deməli, nə olacaq? İsim olacaq. Dərəcələnmədiyi üçün. Və ya rahat şəkildə aparlığının yerinə sız yaz. Kəndli uşaq, məktəbli uşaq, kəndsiz, məktəbsiz uşaq olmaz axı. Azərbaycanlı dedik Həsən, Azərbaycansız Həsən olmaz. Deməli, bu tip sözlər nə oldu? İsim oldu. Ya yerinə sız qoy, ya da ki, dərəcələndir. Heç biri olmursa, deməli, bu sözlər isim olacaq. Sizə bir sual. Məktəbli sözünün isim olduğunu dedik. Məktəbli sözün cümlədə elə işlədin ki, sifət olsun. Sağ olun.